musiqi məktəbində, bir nömrəli musiqi məktəbində musiqi təhsili almışam. 7 illik musiqi təhsilimi bitirdikdən sonra 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinə daxil olmuşam. 4 il fortepiano üzrə təhsil aldım Asesinalda. 2015-ci ildə hərbi xidmətə yola düşdüm. 2016-cı ildə aprel döyüşləri başladı və xidmətli dövrəmə təsadüf etdi. Mən də aprel döyüşlərində iştirak etdim. Gəldim, hazırlaşırdım, mən ali təhsil almaq istəyirdim. Alınmadı çünki hərbi xidmətdə biraz sənətdən aralı qalır insan. 2020-ci ildə Bakı Musiqi Akademiyasına qəbul oldum. Və bir ildən artıqdır ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ansambulda fəaliyyət göstərirəm. Əlbəttə ki, mənim üçün sevindiricidir və fəxr edicidir ki, mən həssas insanlarla çalışıram. Bu da insanı deyərdim ki, daha da həssaslaşdırır. Və bu da gözəl bir hissdir. Bu cür sənətçilərimizlə, gözəl sənətçilərimizlə çalışmaq bizim üçün qürur vericidir.